Əllamə Təbətabai Əl-Mizan təfsirində insanın mühitini belə izah edir. İnsan tək başına formalaşmır. İlk öncə mühit onun baxışını dəyişir, baxış isə onun yolunu dəyişir. Yəni sən kimlə oturursansa, bir müddət sonra onun kimi düşünməyə başlayırsan. Ayətullah Həsənzadə Amili deyirdi ki, insan ruhuna uyğun olanı hiss edir. Oxşar hallar isə cazibə yaradır. İnsan zülm görəndə daxilində haqq hissi oyanır. Lakin nəfs bu hissi özünə çəkdiyi üçün intiqama çevirir. İnsan bəzən haqq üçün qəzəblənmir, qəlbinin yarası üçün qəzəblənir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan özünü zəif hiss edəndə itirdiyi dəyəri geri qaytarmaq istəyir. Əllamə Qazi məktəbində deyilir ki, nəfs başqasını vasitə kimi gördüyü üçün istifadə və idarə etmək istəyir. Qəlb isə başqasını məqsəd kimi gördüyü üçün anlayır və dəyər verir. Yəni insan istifadə etməyə başlayanda artıq qarşısındakını insan kimi görmür. Quran buyurur, pisliyin cəzası onun kimidir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allahdandır. Sənin qəlbini azad etmə duyğun onları cəzalandırmaq istəyindən yüksək olmalıdır. Əks təqdirdə insanın narahatlıqdan başqa bir şey gətirmir. İnsan nəfsindəki qürur səbəbilə səhvini etiraf etmək istəmir və səhvini qəbul etdiyi zaman çox vaxt qəzəb, müdafiə mövqeyi alır. Ayətullah Behçət ağa yazırdı ki, insanın səhvini qəbul etməməsi onun daxili ziddiyyətlərinin və güvənsizliyinin xarici əlamətidir. Qarşımızdakı insan əgər öz yanlışlarını qəbul etmirsə, irfan alimləri bunu dərhal tənqid etmək və ya qəzəbə qapılmaqla həll etməyi məsləhət görmürlər. Əllamə Qazi deyirdi ki, insanın səhvini zorla qəbul etdirmək əks effekt verir. Ayətullah Həsənzadə Amili vurğulayır ki, insanlara öz səhvlərini izah etmək üçün əvvəlcə ruhlarını hazırlamaq lazımdır. İnsan qarşısındakının səhvini görərkən daxili qəzəbə və məyusluğu idarə etməlidir. Əks halda həm öz ruhani inkişafına ziyan gətirir, həm də qarşı tərəfi müdafiə mövqeyinə itələyir. Son olaraq çox bəyəndiyim bir ifadə var. Səhvini gizlətməkdən qorxan da, qəlbini açan da hər ikisi bir yolçudur. Arif isə bu yolda işıq olmaqla həm özünü, həm də başqasını tanıyandır. Çünki ariflər bilir ki, hər kəs öz ruhunun sınağı içindədir.